O günkü əmr olunar qiyamətin qopmasına, Allahın fərmanı ilə İsrafil çalar sorunu. Nə qədər ömrün var gəlb-i fani dövranda, Həzrəti Əlini sev ki olasan amanda. Sevən hər kəs qalmaz hesab günü həsrətdə, sevərsə kimsə onu sakin olar cənnətdə. Əlinin məhəbbəti könülləri şad eləyər, həmin o könüllərin məhşərin abad eləyər. Əlini sevməyənin ibadəti əməlində, vardı naqisliyi bil imanında təməlində. Adını əziz tutub edən zərrə xidmətini, görər az əməlində əlinin çox zeynətini. Kim əgər nifaq salıb olsa onun düşməni bil, olar öz əməlinin qiyamətdə peşmanı bil. Görməmişdən nə bilər onun nurlu cöhrəsini, amma almışdılar ondan elmin bəhrəsini. Çox olub çoxları öz əməlində səhv eləyib, diləyib Əli adına Tanrı onu əhv eləyib. Əzəli Adəm olan ta sonuncu Peyğəmbərə, Əlinin məhəbbəti ilə gələcəklər məhşərə. Qoymadı Kəbəyə ki, Məryəmi İsa olacaq, yardı Kəbə divarın çünki Əli doğulacaq. Peyğəmbər miracda seyir edəndə göy səmasını, özündən qabaq gördü orada Əli simasını. Sidrətül müntəhada heç kimin görmədən üzün, Əlinin ləhcəsi ilə Tanrı dedi ona sözün. Yaratdı küllü bəşəri peyğəmbərləri xilqəti, hamıdan üstün oldu gəl Əlinin fəziləti. Olsa da hər kəsin öz qisməti həyat sirdaşı, olmasaydı Əli olmazdı Zəhranın yoldaşı. Sevərək uza tutdum Əlinin paş amalını, ki görəm qiyamətdə onun nurlu camalını. Həzrəti Nuh görmədi, ruhuna etmişdi inan, Əlinin məzarını o vaxt o vermişdi ənam. Nə zaman ki istəsən, Tanrı yetişsin dadına, əl açıb hacətini istə Əlinin adına. Əlinin adı ilə söyləyirəm ol hali, Allah öz adım qoydu olduğu üçün ali. Yaranıb Həvva ilə Adəm girəndə cənnətə, Əlini orada görüb sual etmişdi qüdrətə.